Salam uşaqlar. 5-ci sinif Azərbaycan dili səhifə 17-də olan qrammatika və tapşırıqlara nəzər salaq. Başlıq: K samitin deyilişi və yazılışı. Deməli, bu hissədə K samitindən söhbət gedəcək. A bəndi tapşırığımıza baxaq. Verilmiş söz və söz birləşmələrini səsləndirin. K samitinin tələffüzünə diqqət edin. Və gördüyünüz kimi uşaqlar, sözün müxtəlif hissələrində K samitləri tünd şriftlə verilmişdir. Biz burada K hərflərin müxtəlif vəziyyətlərdə hansı səsləri ifadə edəcək, ona diqqət etməliyik. 1. Kobud, sakit. Birincidə olan sözlərdə K hərfləri K səsini ifadə edib. 2. Direktor, komanda. İkincidə olan sözlərdə isə K səsini ifadə edib. 2G, sürüşkən. 3də olan sözlər isə G səsini ifadə etdi. 4. Yemək masası, çörək çəkmək. Və mən tələffüzdə ayrıca çalışıram ki, fərqi vurğulayım uşaqlar. 4də deməli x üstürük səsini ifadə etdi. 5. Liderlik etmək, ürək ağrısı. 5də isə Y səsini ifadə etdi. Və birinci A tapşırığımızdan bizə məlum oldu ki, A bəndi tapşırığından K hərfi bir neçə səs ifadə edə bilir. Yadda saxlaya baxaq. K hərfi işləndiyi sözdən asılı olaraq müxtəlif səslər ifadə edir. Məsələn, K səsini kitab, təbrik, K səsini kosmos, park, G səsini bitki, ötkəm, x üstürük səsini məktub, çörək. Və 5. Ən çox testlərə düşən qaydadır. X üstürük samiti ilə bitən sözlərə saitlə başlanan söz əlavə etdikdə bu samit Y kimi səslənir, Y kimi tələffüz olunur. Və uşaqlar, diqqətlə baxın. Çiçək sözü ayrılıqda sözün sonu X üstürük səsi ilə bitir tələffüzdə. Ancaq saitlə başlanan söz əlavə olunduqda çiçək ətri, işarələyək. Görürsünüz uşaqlar, çiçək ətri artıq tələffüzdə X üstürük səsi deyil, Y səsini verdi. Niyə? Çünki çiçək sözündən sonra saitlə başlanan söz gəlib. Eləcə də kəklik otu sözünə diqqətlə baxaq uşaqlar. Ayrılıqda tələffüzdə kəklik kimi tələffüz olunur. Yəni sonuncu K hərfi də tələffüzdə X üstürük səsini verir. Ancaq saitlə başlanan söz əlavə olunduğuna görə həmin X üstürük səsi artıq tələffüzdə Y səsinə keçir. Yazılışda uşaqlar gördüyünüz kimi yazılışda K hərfində heç bir dəyişiklik yoxdur. Ancaq tələffüzdə K hərfi Y səsinə keçir. Və saitlə başlanan söz istər həmin sözə əlavə olunub söz birləşməsi yaradılsın, istərsə də mürəkkəb söz yaradılsın. Fərqi yoxdur. Yəni qayda hər iki sözə əlavə olunacaq. Hər iki tip sözə əlavə olunacaq. Daha sonra növbəti B bəndi tapşırığımıza keçək. Verilmiş sözləri orfoepik normalara uyğun yazmaqla cədvəl üzrə qruplaşdırın. Orfoepik norma nədir? Və qlossari hissəsində bilirsiniz ki, uşaqlar, Azərbaycan dili terminlərinin izahı verilmişdir. Orfoepik norma nədir? Sözlərin düzgün tələffüzü orfoepik norma adlanır. Və cədvəlimizə ilk öncə diqqət yetirək uşaqlar. Kompot, əmlak, dilək, pişik otu, sürtkü. Və burada görürsünüz ki, birinci sözdə K hərfi K səsini ifadə edib. Deməli, K səsi verən sözləri birinci cərgədə yazacağıq. Kompot sözünün alt hissəsində. Əmlak K səsi verənləri ikinci sözün alt hissəsindən yazacağıq. 3də dilək X üstürük səsini verən sözləri dilək sözünün alt hissəsindən yazacağıq. Daha sonra pişik otu Y səsini verən sözlər ki, hansı olacaq?
K hərfi Y səsini ifadə edəcək. Həmin sözləri pişiyotu sözün alt hissəsindən yazacağıq və sonuncu sürtgü K hərfi hansı sözlərin tərkibində G səsini verəcəksə, həmin sözləri də sürtgü sözün alt hissəsindən yazacağıq. Aha, başlayaq birinci sözümüzdən. Kələm K səsini ifadə etdi. Üzük X düşdürük səsini ifadə etdi. Konsert K səsini ifadə etdi. Çiçək X düşdürük səsini ifadə edir. Ləçək X düşdürük. Keçi K. Tank K. Döşəyüzü Y. Seçki G. Konfet K. Kəndir K. Səpki G. Kağız K. Bilək X düşdürük. İtki G. Kapitan K. Ürək açan Y. Kirpi K. Kaktus K. Çörək otu Y. Örnək X düşdürük səslərini ifadə etdi. Sonra yadda saxlamıza baxaq. X düşdürük samiti ilə bitən sözlərə saitlə başlanan şəkilçi artırdıqda K hərfi Y hərfi ilə əvəz olunur. Deməli, bu dəfə də saitlə başlanan şəkilçi deyir. Saitlə başlanan şəkilçi qoşulduqda artıq uşaqlar yazılışda dəyişiklik olacaq. Üzr istəyirəm uşaqlar. Aha. Ürək sözü uşaqlar ayrılıqda X düşdürük səsini ifadə edir. Misalda da görürük. Həmin sözə saitlə başlanan şəkilçi əlavə etdikdə ürəyə, yazılışda da, tələffüzdə də K hərfi Y səsinə keçəcək. Yəni artıq tələffüzdə X düşdürük səsindən söhbət getməyəcək. İkinci misalımıza baxaq. Təbrik yazılıb, təbrik kimi tələffüz olunub. Saitlə başlanan şəkilçi əlavə olunduqda da yenə yazılışda da və tələffüzdə də K hərfindən yazılır və tələffüz olunur. Təbrikə. Aha, buradan biz nə nəticə çıxarırıq uşaqlar? Deməli, bu qaydada istisna sözlər vardır ki, həmin sözlərə saitlə başlanan şəkilçi əlavə olunduqda tələffüzdə və yazılışda heç bir dəyişiklik baş vermir. Bu tip sözlərə təbrik, şərik, malik və s. sözləri misal göstərə bilərik uşaqlar. İndi tapşırığa baxaq, C bəndi tapşırığına. Nöqtələrin yerinə uyğun hərfi yazmaqla cümlələri köçürün. Səidə çiçəkləri dibçəyə qoydu. Çiçəkləri. Çiçək K hərfi yazılacaq. Dibçəyə artıq burada Y hərfi qoyulacaq. Sonuncu qaydaya aiddir. Bu sözümüz dibçəyə saitlə başlanan şəkilçi əlavə olunub deyə K hərfi yazılışda da Y hərfinə keçəcək. 2. Ananın tədbirdə iştirakı hamını kövrəltdi. Ananın təbrikdə iştirakı K hərfi yazılacaq, hamını kövrəltdi. 3. Arı qızılgülün ləçəyinə qondu. Ləçəyinə Y yazılacaq, Y hərfi. Sonra hamı alqışlarla bu təbrikə qoşuldu. Təbrikə K hərfi yazılacaq uşaqlar. Atası Maliki üzgüçülüyə yazdırdı. Maliki K hərfi yazılacaq, üzgüçülüyə Y hərfi yazılacaq. Bacısı Mələyin köynəyini ütülədi. Mələyin yazılışda Y yazılacaq. Köynəyini yenə burada da yazılışda Y ilə yazılacaq. Tələffüzdə isə Y ilə də tələffüz olunacaq. Bu qədər uşaqlar.